ən xoşuma gələn layihədə mətbəxdən birbaşa olaraq terasa çıxışdır və bu evdə də belədir. Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər, hörmətli müştərilər. Sizləri Şuvalandan, Şuvalan dəniz yolundan salamlayıram. Çox gözəl, şəxsi bir bağ evinin çəkilişinə gəlmişik və bu bağ evi keyfiyyəti ilə seçilir. Çünki təmiz, təbii travertin və aqlay daşları ilə fasadlanıb. Burada keyfiyyət var, inşallah gəlib canlı baxarsınız. 11 sot torpaq sahəsinin üzərində inşa edilib. Əlavə olaraq küçəsində də parking zonası var. 2 qonşuya aid, həyətində də. Və burada mənim xoşuma gələn çox belə bir fərqli bir layihədir. Evimiz qismən əşyalıdır, yataq mebellərimiz yığılıb, evin mətbəx avadanlıqlarıdır, hamısı çox keyfiyyətli. Sizə yay və qış mətbəxini göstərmək istəyirəm, çünki yay və qış mətbəxi bəzən olur bizim təqdim etdiyimiz evlərin bir zalına bərabərdir. Burada mənim hovuz da çox xoşuma gəldi ki, hovuz çox fərqli belə bir keramikalarla edilib, aşma-daşma tipli bir hovuzdur. İndi isə daxilindən sizi göstərəcəm. Özdə ayrıblar burada, manqal zonası ayrıdır. Baxın, görün necə gözəl belə bir manqal inşa ediblər burada. Yanında sanitar qovşağı və bu digər bizim təqdim etdiyimiz evlərin zalına bərabərdir. Çox gözəl, fərqli, səliqəli. Buradan belə bir gözəl hovuz görüntüsü var. İnşallah bu evi alanlar gözəl günlər keçirsinlər dostları ilə. Çox gözəl bir bağ evidir. Və burada nə yaxşıdır ki, siz fasad xərclərindən azad olunursunuz. Çünki evimiz perimetr boyu, yəni ki, bütün hasarlardır, evdir, aqlay daşları ilə fasadlanıb. Və bu arada da deyim ki, aqlaylar da çox xüsusi seçilərək vurulub. Sahibi bunları mənə dedi ki, sizə deyim. Və indi sizlərlə birlikdə evin daxilinə keçəcəm. Bu arada da bildirmək istəyirəm ki, evimizin sayğacıdır, 3 fazadır, əlavə olaraq stabilizatoru var, dövlət kanalizasiya xətti var. Bunlar çox vacibdir. Bunları nəyə görə deyirəm? Bəzən bunu məndən istəyirsiniz və bu küçədə dövlət kanalizasiya xətti var. 2 istiqamətdən gələ bilərsiniz. Həm keçmiş Vətən restoranının arxasına, eləcə də McDonald's yolundan. İndi isə keçək evə. Landşaftımız da çox gözəldir. Burada landşafta necə deyərlər, yaşıllığa çox yer veriblər. İndi isə daxil oluruq evə. Deməli, evimiz 450 kvadrat metrdən ibarətdir. Bayaq vurguladığım kimi çox səliqəli işlər görüblər və 7 otaqlı evimiz, 6 yataq otağı var. Geniş ailə üçün çox əla bir seçimdir. Mən ilk öncə istəyirəm sizə mətbəxi göstərim. Mətbəxdə bayaq vurguladığım kimi artıq mətbəx avadanlıqları quraşdırılıb. Birbaşa olaraq belə bir mətbəximiz var. Adalı qabyuana kimi qoyublar. İndi bura masa da gələcək və videonun başlanğıcında göstərdiyim kimi birbaşa mətbəxdən terasa çıxışdır. Bu isə sağ istiqamətimizdən isə birbaşa olaraq yay və qış mətbəxinə keçibdir. İndi isə mən sizə bugünkü gündə Dəbidə olan bağ evlərində, eləcə də mənzillərdə deyərdim, camaşırxanalardır. Baxın, burada da LG brendində məxsus olan paltar yuyan və qurudan qoyublar. Camaşırxana çox gözəldir. Və əlbəttə ki, 2 mərtəbəli layihələrdə 1-ci mərtəbədə yataq olması çox vacibdir yaşlı insanlar üçün. Bir də görürsünüz ki, olur evdə dayə, xidmətçilər üçün də nəzərdə tutulur. Və burada sizə evin ümumi hamam otağını göstərmək istəyirəm. Çox genişdir, çox keyfiyyətli santexnika aksesuarlarından istifadə olunub. Və 1-ci mərtəbədə sonunda keçirəm bizim qonaq otağımıza və bu da bildiyiniz kimi əl işidir. Çox gözəl bir rəsm işidir, xoşuma gəldi.
Qonaq otağımız çox genişdir. Baxın görün necə gözəl bir genişlik var burada. Işıq da çox gözəl düşür və birbaşa olaraq bağçanı görür. Artıq yumşaq mebel quraşdırılıb, qalıb buradakı masa. Tələsin, çox əla bir təklifdir. Çünki bu ev bir neçə ilə hissə-hissə inşa edilib şəxsi istifadə üçün. Və indi isə mən qalxıram ikinci mərtəbəyə. İkinci mərtəbədə sizə yataq otaqlarını göstərim. İkinci mərtəbəyə qalxan kimi də bizi burada belə bir, deyərdim ki, geniş bir lobbimizdir. Və buradan da eyvandır. Amma mənim ən çox xoşuma gələn bizim əsas master yataq otağının eyvanıdır ki, birbaşa olaraq genişlik var. Baxın, burada da belə bir uqaloqdur, güşədir, istirahət güşəsi. İndi otaqları sizə göstərəcəm. İlk öncə istəyirəm bizim master yataq otağına daxil olum. Master yataq otağı çox genişdir. Əslində burada otaqlarda belə bir sahibi bir şey fikirləşib ki, istəsələr yanındakını yataq otağı kimi də elə bilərlər və ya bir geniş bir qardirob kimi də nəzərdə tutulub. Mən istəyirəm sizə eyvanı göstərim. Baxın, buradan mən istəyirəm ətrafı sizə göstərim ki, ətrafda ancaq villalardır, gözəl bir görüntüdür. Və burada da günün istənilən vaxtı gününüzü keçirdə bilərsiniz. Çünki çox gözəl, havalı bir yerdir. İndi isə keçirəm növbəti otaqlarımıza. Ev ümumi isti döşəmədən ibarətdir. Belə bir geniş bir hamamdır. Və əslində bu yataq otağına sırf aid olan hamam otağıdır. Və bayaq ki sizə bəhs etdiyim qardirob, geniş bir qardirob. Bunu yataq otağı kimi də istifadə etmək olar. Çünki kvadratura burada çox genişdir. Və keçirəm növbəti otaqlarımıza. Videomuzun dəqiqələri ola bilər uzansın, amma istəyirəm sizə ətraflı bir məlumat verim. Burada da divar panellərindən istifadə olunub. Belə bir səliqəli dolabdır. Boya ilə işləməlidir, mebellərdir. Çox fərqli. Parketlərimiz də çox xüsusidir, isti döşəməyə uyğun. Və keçirəm növbəti yataq otağına. Yataq otaqlarının rəngləri, yataq otaqlarının mebelləri çox fərqlidir. Döşəkləri sizin seçiminizə qoyublar ki, çünki cürbəcür ortopedik döşəklər olur. Burada da belə bir gözəl çivi stentimiz var. Çox səliqəli ediblər. Yataq otaqlarına aid olan ümumi hamam otağıdır. Çox geniş, səliqəli. Və sondakı 6-cı yataq otağımız. Bu yataq otağı da mənim çox xoşuma gəlir. Və buradan da belə bir fransuz eyvanı var. Gözəl bir görüntü var. Çox fərqli. Villamıza məxsus olan 3 eyvan var. Beləliklə sizə təqdim etdiyim 450 kvadratlıq 11 sotun üzərində inşa edilmiş bağ evidir. Bağ evimizin start qiyməti 1.300.000 manatdır. Real alıcılara bizim Əmlak Agentliyi tərəfindən xüsusi bir endirim var. Əlavə olaraq şəkilləridir, ətraflı məlumatıdır. Mən burada QR kod yerləşdirirəm. Skan edin, daxil olun, ətraflı məlumatları əldə edin və ya zəng edərək bizdən tam ətraflı məlumatları əldə edə bilərsiniz. Bağımaz sizin etibarlı seçiminizdir. Özünüzə yaxşı baxın. Görüşmək ümidi ilə.